Assalamu alaikum, mənim ismim Nurane Məhəmməd. Mən hazır 11 yaşqa kirdim və 9-cu ayda mən 7-ci sinifə başlayıram. Mən öydə Uyğurcunu yaxşıraq öyrəniş üçün apam, dadam, hədəm bilən Uyğurca gəp qılıma, balalarının Uyğurca kitablarını oxuyma və çox suallarını soruma. Məsələn, suallar digən Apa, dada, hede, decoration ve streamerlarını Uyghurcadan nemdeysiz. Ya ki, apa, dada, hatta Uyghurcada sticky note nemdeysiz. Ya ki, bu sözlerin Uyghurcada nemdeydiğanlığımızı sorumam. Mən bu suallarını sorsam, mən çıxıraq sözlərini bilməm, yaxşıraq gəp qıla alayım. Uyğur məktəbdə mən dostlarım bilən İngiliscə və Uyğurcunu almışdırıb gəp qılım. Mən Uyğur və tekstlarını oxuyum və maqallarını yazım. Yəni Uyğurca məktəbdə biz Uyğurca proyektlarını yazayımız. Uyğurcunu oxuşunu, Uyğurca gəp qilishni, Uyğurca yazışını öyrənimiz və mədəniyyətimizni öyrənimiz. Uyğurcunu öyrəniş digən bək mühim. Çünki biz tilimizni unutub qalsaq, kim bo'lib qolamiz? Biz bu tilni unutub qalsaq, kim bu tilni öyrənidi? Başqa millətlər öyrənməydi. Biz öyrənimiz. Biz unutub qalsaq, kim evladlarımızğa, balalarımızğa öyrətidi? Bu balalarımız, evladlarımız Amerikanlıq bo'lib ketdi. Başqa milletlik bulandı. Biz bu tilni öyrənməsək, asta biz yeni bir milletke aylanıp qalımız. Biz Uyğur bulmayımız. Uyğurlar yo'qab ketdi, til yo'qab ketdi. Şuna biz hazır tirişib yaxşı Uyğurcunu öyrənsək, 20 yılda biz çoğ bolğanda bizning avlodlarimizga, balalarimizga o'rgata olamiz. Jiq odamlarga o'rgata olamiz. Chet elliklarga o'rgata olamiz. Uyg'urcha degan saqlay olamiz. Uyg'urchani saqlay olamiz. Lekin biz hozir yaxshi o'rganmasak saqlay olmaymiz. Biz o'rganmasak Uyg'urcha yo'qab ketadi. Lekin o'rgansaq Uyg'urchani saqlay olamiz va yo'qab ketmaydi. Rahmat.